Rusiyada xarici vətəndaşların sayı son bir ildə təxminən 700 min nəfər azalaraq 6,8 milyondan 6,1 milyona düşübdür. Bu barədə rəsmi qurumların açıqladığı statistik məlumatlarda qeyd olunur. Məlumata əsasən 2026-cı ilin ilk rübündə Rusiyaya 2,5 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs daxil olubdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalma deməkdir. Gələnlərin təxminən 72%-ni MDB ölkələrinin vətəndaşları təşkil edibdir. Eyni zamanda yaşayış icazələrinin ləğvi ilə bağlı qərarların sayında da ciddi artım qeydə alınıbdır. 2026-cı ilin ilk 3 ayında təxminən 8,3 min belə qərar qəbul edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90%-dən çoxdur. Nəticədə ölkədə yaşayış icazəsi olan xarici vətəndaşların sayı 581 min nəfər təşkil edib. Bundan əlavə 2024-cü ilin sentyabrından 2026-cı ilin mart ayınadək müraciət edən xarici vətəndaşlardan təxminən 3 min nəfərinə müvəqqəti yaşamaq icazəsi verilibdir. Miqrasiya sahəsində tətbiq olunan yeni mexanizmlər çərçivəsində sərhəddə biometrik məlumatların toplanması da davam etdirilir. 24-cü ilin dekabrından 26-cı ilin aprel ayınadək 10,5 milyon nəfərdən biometrik məlumatlar götürülübdür. Aparılan yoxlamalar nəticəsində saxta sənədlərdən istifadə edən ölkəyə girişinə məhdudiyyət qoyulmuş və ya axtarışda olan 56 mindən çox pozuntu halı aşkarlanıbdır. Eyni zamanda səfərlərin əvvəlcədən təsdiqi sistemi də tətbiq olunur. Bu çərçivədə xarici vətəndaşlar mobil tətbiq vasitəsilə əvvəlcədən elektron bildiriş təqdim edirlər. Ümumilikdə 136 mindən çox müraciətə baxılıb, onlardan təxminən 6,7 mindən imtina verilibdir. Paytaxtda fəaliyyət göstərən miqrasiya mərkəzlərində isə 2,2 milyondan çox xarici vətəndaş könüllü genom qeydiyyatından keçibdir. Həmçinin vizasız əmək miqrantlarının qeydiyyatı və onların yerləşmə yerlərinin rəqəmsal nəzarəti üzrə eksperiment də həyata keçirilir. Ümumilikdə Rusiyada xarici vətəndaşların əhəmiyyətli hissəsi ölkəyə əsasən əmək fəaliyyəti məqsədi ilə gəlir. Əsas miqrasiya axınını Mərkəzi Asiya və qonşu ölkələrdən formalaşır. Gözlənilir ki, yaxın illərdə də xarici işçi qüvvəsinə tələbat davam edəcəkdir. Bununla yanaşı qeyri-qanuni miqrasiyanın və onunla bağlı ümumiyyətlə hüquq pozmalara qarşı mübarizənin də gücləndirilməsi nəzərdə tutulur.